الغفور الشكور يغفر الكثير من الزلل ويشكر القليل من العمل ويجزي عباده بأحسن ما كانوا يعملون. وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدًا عبد الله ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد، فاتقوا الله عباد الله، فاتقوا الله حق التقوى وراقبوه في السر والنجوى. يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. Ama ba'd. Möhtərəm, əziz, dəyərli qardaşlar, ilk öncə Allahdan qorxmağı tövsiyə edirəm. Haqq təqvası ilə, gizlində, aşkarda onun nəzarətində olduğunu dərk edərək və sonra bil ki, eşidəcəyin gözəl sözlərdən biri də qəbrində sənə deyilməsidir ki, ənə əməlükəs salih. Mən sənin salih əməlinəm. Və necə gözəl olmaya bilər? Qul qəbrində ehtiyac duyduğu bir vaxtda ona təsəlli olacaq, bir əməl görmək istədiyi bir vaxtda bu sözləri eşidir. Ondan gözəl söz onun üçün olmayacaq. Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər verir bunu bizə. Deyir ki, mömin bu məqamda, yəni qəbrində olduğu vaxt, yanına gözəl üzlü bir kişi gələcək. Gözəl paltarda, gözəl qoxulu, deyəcək ki, əbşir billəzi yasurruk, müjdələn, səni sevindirəcək bir müjdə ilə. Əbşir bi kəramətin minallahi və nəimin muqim. Allahın hörməti ilə və davamiyyətdə olan neymətlə müjdələn. Həzə yevmukəlləzi kunta tu'ad. Bu sənə vəd olunan gündür. Fəyəqulu ləhu mən ənt. Deyəcək o kişiyə ki, sən kimsən? Fəvəcihukəl vəchu yəciyu bil xeyr. Üzün xeyir gətirən birinin üzüdür. Fəyəqulu ənə əməlükəs salih. Deyəcək ki, ona mən sənin salih əməlinəm. Kunta vallahi səriyən fi taətillah. Allaha and olsun ki, sən Allahın itayətində sürətliydin. Batiyənən məsiyyətillah. Allaha asi olmaqdan yavaş idin, ehtiyatlıydın. Fəcəzəkəllahu xeyra. Allah Taala sənə xeyirli mükafat versin. Ona görə mömin qul, hansı ki bu salih əməlləri edir, çalışır bu mübarək ayda, bu xeyir, bərəkət ayında müjdələnməlidir. Və müjdədir onun üçün, bu salih əməlləri çünki qoruyacaq onu qəbrində, qoruyacaq, dəf edəcək ondan, uzaq edəcək ondan pisliyi. Deyir ki, sallallahu aleyhi və səlləm, İnnəl meyyitə idə udiyə fi qabrih. Meyyit qəbrinə qoyulduqda, İnnəhu yəsmə'u xifəfəni alihim hinə yuvəlləvnə anhu. O eşidəcək ondan uzaqlaşanların ayaq səslərini. Fə inkənə müminə, əgər mömindirsə, kənət salatu ində rasi. Namaz onun baş tərəfində olacaq. Və kənət siyamu an yəmini. Oruc onun sağında olacaq. Və kənətiz zəkatu an şimali. Zəkat onun solunda olacaq. Və kənə fi'lil xeyrati minəs sadaqati və silətil ma'ruf və silati vəl ma'rufi vəl ihsan ilən nəs ində ricleyhi. Və xeyr əməllər, hansı ki edib sədəqəsi, qohumluq əlaqəsi saxlaması, yaxşılıq etməsi, insanlarla yaxşı davranması onun ayağı tərəfində olacaq. Fəyu'tə min qibəli rəsihi fətəqulus-salə. Və ona baş tərəfindən yaxınlaşılacaq, yəni qəbr əzabı
ona baş tərəfindən yaxınlaşmaq istədikdə namaz deyəcək ki, mə qibəli mədxəl, mən tərəfdən keçid yoxdur. Bu mən yu'tən yəmini, sonra sağından yaxınlaşılacaq ona, fəyəqulu siyamu mə qibəli mədxəlun. Deyəcək ki, mən tərəfdən keçid yoxdur. Thumma yu'tən yəsərihi, fətəqulu zəkə mə qibəlu mədxəlun. Sonra sol tərəfindən yaxınlaşılacaq. Zəkat deyəcək ki, mən tərəfdən keçid yoxdur. Thumma yu'tə min qibəli ricleyi. Sonra ayaqları tərəfindən yaxınlaşılacaq. Fətəqulu fi'lul xeyrati minəs sadaqati və silati vəl-ma'rufi və ihsani lilən-nəs mə qibəli mədxəl. Sonra ayaqları tərəfindən yaxınlaşdıqda etdiyi xeyirlər, xeyr əməllər, sədəqə, qohumluq əlaqəsi, yaxşılıq etməyi, insanlarla yaxşı davranmağı deyəcək ki, mən tərəfindən keçid yoxdur. Bu vəddir Allah Taala'nın bəndələrinə, mömin bəndələrinə hansılar ki, bu dünya həyatında salih əməl görüblər. Vəd verib ki, onların bu dünya həyatı da gözəl olacaq və əbədi neymət diyarı ahirətdə də onlar üçün həyat gözəl olacaq. Mən əmilə salihən min zəkərin əv unsə və huvə mu'minun fələnuhiyyənnəhu həyətən tayyibə və lənəcziyənnəhum əcrəhum biəhsənu mə kənu yə'məlun. Mömin olaraq yaxşı işlər görən kişi və qadınları əlbəttə gözəl həyat gözləyir. Onlara gözəl həyat bəxş edəcək və etdikləri əməllərin mükafatı olaraq mükafatlanacaqlar. Daha da gözəli onlara veriləcək. Və salih əməl o əməldir ki, Rəbbimiz əmr edib bizə. İstər sözlə olsun, istər əməllə olsun. Onu ilə Rəbbimizə yaxınlaşırıqsa, xalis qəlblə və Peyğəmbərinin etdiyi kimi ediriksə, onun mükafatı Allah qatında daha gözəl olacaq. Ona görə də nəfsin əgər çağırırsa səni tənbəlliyə, səhlənkarlığa, ləng olmağa əməldə, xatırlat ona o əzəmətli savabları, hansı ki, Rəbbin sənə vəd verib. Təşəkkür əlaməti olaraq, səni bağışlayaraq, o Rəbbin ki, az əməlin müqabilində çox verir. وَمَنْ يَقْتَرِفْ حَسَنَةً نَزِدْ لَهُ فِيهَا حُسْنًا اِنَّ اللّٰهَ غَفُورٌ şəkur. Kim bir yaxşılıq etsə, onun savabını artıralıq. Həqiqətən Allah bağışlayandır, şükrün əvəzini verəndir. Və bu mübarək ayda əgər oruç tutmusansa, imtina etmisənsə yeməyindən, içməyindən, imtina etmisənsə şəhvətdən Allah üçün, lakin nəfsin səni sövq edirsə, bunlara rəğbətləndirirsə, xatırlat nəfsinə reyyan qapısını. Hansı ki, vəd verib Allah Teala sənə. Peyğəmbər sallallahu aleyhi və səlləmin şahidliyi ilə İnnə fil cənnəti bəbən yuqalu ləhur reyyan. Cənnətdə bir qapı var. Ona reyyan deyilir. Yadxulu minhəs-saimunə yevməl qiyamə. O qapıdan oruç tutanlar keçəcək. La yadxulu ma'hum əhədun qeyrəhum. Onlarla bərabər heç kim keçməyəcək oradan. Yuqalu əynəs-saimun. Deyiləcək ki, hanı oruç tutanlar? Və yədxuluna minhu. Və oradan daxil olacaqlar. Və idə dəxələ əxiruhum uğliqə fələm yudqəl minhu əhəd. Elə ki, sonuncusu daxil olacaq, qapı bağlanacaq. Onlardan başqa heç kim keçməyəcək. Əgər oruç tutduğuna görə ağız qoxun dəyişibsə və nəfsivə ağır gəlirsə bu, eyb kimi görürsənsə xatırlat nəfsivə ki, bu qoxu Allah yanında müşk ətrindən daha gözəldir. Vəlləzi nəfsi Muhammedin biyədih. Muhammedin nəfsi əlində olana and olsun. Ləxalufu fəmis-saimi ətyəbu indəllah. Yevməl qiyaməti min rihil misk. Oruç tutanın ağız qoxusu qiyamət günü Allah yanında misk ətrindən daha gözəldir. وَلِسَّائِمِ فَرْحَةً يَفْرَحُمَا. Oruç tutan üçün iki sevinci var. Hansı ki sevinəcək ona? İzə əftara fərihə bi fitrihi. Orucunu açanda iftarına görə sevinir.
Və izə ləqi rabbəhu fərihə bisavmihi. Rəbbi ilə qarşılaşanda orucuna görə sevinəcək. Ona görə əgər gedirsənsə Allahın evlərindən bir evə, Allahın məscidlərinə, fərz ibadətlərdən hansınısa yerini yetirməyə, hansı ki Allah Taala vəd verib sənə bunu etsən, sənin üçün hörmət var, fəzilət var, lütfü var. Ona görə müjdələn ki, Rəbbin sevinir sənin bu əməlinə, ona üst tutduğun üçün, sevinir səni qarşılamağa, necə ki ailəsindən uzaq düşüb, sonradan ailəsinə qaydanda ailən sənin üçün necə həsrət çəkib sevinirdisə elə. Qulaq as, Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisinə deyir ki, لَيُوَتِّنَنَّ رَجُلٌ مُسْلِمِ الْمَسَاجِدَ لِلصَّلَاةِ وَالذِّكْرِ إِلَّا تَبَشَّشَ اللّٰهُ لَهُ كَمَا يَتَبَشَّشُ أَهْلُ الْغَائِبِ بِغَائِبِهِمْ إِذَا قَدِمَ عَلَيْهِمْ. Əgər bir müsəlman məscidləri özünə yer seçibsə, namaz üçün, zikir üçün, Allah Taala sevinir ona, necə ki ailəsindən uzaq düşmüş, sonra ailəsinə qayıdan üçün ailəsi sevinirsə eləcə. Həmçinin əgər Allah üçün səcdə edirsənsə, Allahın önündə əyilirsənsə, bil ki, bu Allaha sevimli olan əməllərdən biridir. Məgər eşitməmişsən, Söhbən radiyallahu anhu soruşur Peyğəmbər sallallahu aleyhi və səlləmdən, hansı əməllər Allaha daha sevimlidir? Deyir ki, aleykə bi kəthratus sucudi lillah. Allah üçün çox səcdə et. Fə innəkə lə təscudu lillahi səcdə. Allah üçün etdiyin elə bir səcdə yoxdur ki, illə rafa'əkə Allahu bihə dərəcə. Onunla Allah Taala sənin bir dərəcəni qaldırmasın. Və həttə ənkə bihə xatiyyə və bir dərəcə günahından silməsin. Əgər 2 rükət namaz qılırsansa Allah üçün, elə bir namaz ki, xuşu içində, səmimi, fikrin yayınmadan, qafil olmadan, bil ki, Allah Taala keçmiş günahlarını bağışlayır buna görə. Mən təvəddə fə əhsənəl vudu. Kim dəstəmaz alarsa və dəstəmazı gözəl bir şəkildə alarsa, thumma sallə rəkəəteyn lə yəsru fihimə. Sonra 2 rükət namaz qılarsa, hansı ki, o namazını diqqətlə edərsə, xuşu ilə edərsə, o namazda yayınmazsa, ғəfərəllahu ləhu mə təqəddəmə min zənbi. Allah Taala onun keçmiş günahlarını bağışlayar. Deyir ki, sallallahu aleyhi və səlləm, innəl muslim yusalli və xatayahu mərfu'atun alə rasih. Müsəlman namaz qılır və günahları da başının üzərindədir. Kulləmə səcədə təxadət. Hər səcdə etdiyində günahları tökülür. Fəyərfə'u hinə yəfrəqu minəs salatihi və qad təhatət xataya. Sonra namazı bitirdikdə bütün günahlardan təmizlənmiş çıxır. Ona görə də üst tutmusansa Allahın kitabına, oxuyursansa onu gecə-gündüz, bil ki, ilahi Rabbani qida ilə qidalanırsan, ilahi Rabbani ruzi ilə, nurla qidalanırsan. Ona görə bu kitabı oxumağın qəlbini doldurur hidayətlə, şəfanla, qiyamət günü də əcr tərəzində, savab tərəzində tərəzinin ağır gəlməsinə səbəbdir. Qulaq as, Peyğəmbər sallallahu aleyhi və səlləm müjdəliyir səni, deyir ki, mən qara harfan min kitabillah. Kim Allahın kitabından bir hərf oxusa, fələhu bihi həsənə. Ona buna görə savab var. Vəl həsənətu bi əşər əmsəlihə. Hər bir savab 10 mislində. Lə əqulu əlifun, ləmun və mimun hərf, və ləkin əlifun hərfun, və ləmun hərfun və mimun hərf. Demirəm, əlif, ləm, mim hərfdir. Lakin əlif hərfdir, ləm hərfdir, mim hərfdir. Əgər Quranı bir dəfə xətm edirsənsə, bil ki, bu sənin üçün 300 milyon savabdan daha çoxdur. Elə isə oxu onu gecə-gündüz və bil ki, 10 ayə oxusan belə, hər gecə 10 ayə oxusan, bu sənin üçün dünya və axirətdə olandan daha xeyirlidir. Mən qara 10 əyətin fi leylə. Kim bir gecədə 10 ayə oxusa, kutubə ləhu qintarun. Onun üçün bir qintar yazılar. Qintar çəki vahididir. Və deyir ki, sallallahu aleyhi və səlləm, vəl qintaru xeyrun minəd dünya və mə fiyhə. Bu qintar, bu çəki
onun üçün dünya və axirətdə, dünya və onda olandan daha xeyirlidir. Və ən gözəl müjdə mömin üçün qiyamət günü Rəbbi tərəfindən çağırılmasıdır, səslənməsidir. O vaxt ki, Allah Taala'nın huzurunda duracaq və biləcək ki, Allah Taala az əmələ çox mükafat verir və eşidəcək ki, Rəbbi əzəmətli savablarla səsləyir onu və deyir ki, ya ibadi, la xawfun aleykumul yevmə və la entum tuhzanun. Ey qullarım, həmin gün sizə qorxu yoxdur və siz heç kədərlənməyəcəksiniz. وَتِلْكَ الْجَنَّةُ الَّتِي أُورِثْتُمُوهَا بِمَا كُنْتُمْ تَعْمَلُونَ. Xeyirxah əməllərinizin nəticəsi kimi varis olduğunuz cənnətə daxil olun. Bəli, cənnətə daxil olun. O hörmətə, o izzətə, o lütfə layiq olun. Nə səbəbindən? تِلْكَ الْجَنَّةُ الَّتِي أُورِثْتُمُوهَا بِمَا كُنْتُمْ تَعْمَلُونَ. O xeyirxah əməllər nəticəsində varis olduğunuz cənnətə. O etdiyin əməllər, hansı ki Allah Teala zikr edib sənin üçün Zuhruf surəsində bax 68-ci ayədən 73-cü ayəyə kimi. Və görəcəksən ki, Rəbbin nə vəd edib sənə və nə əzəmətli əcr vəd edib. Ona görə də şiddətli susuzluq duyduğun vaxt, şiddətli aclıq duyduğun vaxt, Rəbbinin qiyamət günü sənə səslənəcəyi o çağırışa qulaq ver. Dinlə, deyəcək ki, kulu vəşrabu həniyən bimə əsləftum fil əyyəmil xaliyə. Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşu canlıqla yeyin. Deyirlər ki, təfsir alimləri, Mücahid və başqaları qiyamət günü Allahın bildiyi qədər insanlar istidə, aclıq içində, susuzluq içində, qəm, kədərə büründüyü bir anda Allah Teala bu sözləri oruç tutanlara deyəcək. Bu sözlərlə oruç tutanlara xitab edəcək. Ona görə də cənnətin dərəcələrini görəndə ki, dərəcələri eyni deyil və ora düşənlərin də dərəcəsi eyni deyil, fərqlidir. O zaman arzu edənlər arzu edəcək ki, qayıtsın dünyaya. Qayıtsın salih əməllərdən, savabı artıran əməllərdən, Rəhmanın itayətində olaraq bu savaba yiyələnməyə daha çox nail olsunlar. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm لَوْ أَنَّ عَبْدًا خَرَّ عَلَى وَجْهِ مِنْ يَوْمِ وُلِدَ إِلَى أَنْ يَمُوتَ حَرَمًا فِي طَاعَةِ اللّٰهِ لَحَقِرَهُ ذَلِكَ الْيَوْمِ. Deyir ki, sallallahu aleyhi və səlləm, əgər bir qul və bəzi rəvayətdə gəlib, əgər bir kişi üzü üstə qapansa, doğulduğu gündən qocalıb öldüyü günə qədər və bəzi rəvayətlərdə gəlib ki, üzü üstə sürüklənsə, doğulduğu gündən qocalıb ölənə qədər Allahın razılığında dartılsa yer üzərində üzü üstə, o gün onun əməlini həqir edər, heç sayar. O gün o əməlini az sayar. لَوَدَّنَّهُ يُرَدُّ إِلَى الدُّنْيَا كَمَا يَزْدَادُ مِنَ الْأَجْرِ وَالسَّوَابِ كَيْمَا يَزْدَادُ مِنَ الْأَجْرِ وَالسَّوَابِ. Arzulayar ki, qayıtsın yer üzünə ki, o savab və əcirdən daha çoxuna nail olsun. Ona görə müsəlman ehtiyac duyur səbrə, ehtiyac duyur daimi Rəbbinin itayətində səbirli olmağa. Çünki səbir səbəbdir Allah Teala'dan müvəffəqiyyətə və bəs edir ki, səbr etmək səni müvəffəq edir, izzət və cəlal sahibi olan Allah Teala'nın itayətində durasan, hansı ki ondan başqa ibadətə layiq heç bir məbud yoxdur və nə qədər ibadət etsən də, nə qədər ona itayət etsən də, haqqı ilə onun ibadətini verə bilməzsən və bəs edir ki, Rəbbim vurğulayıb ki, ibadətində səbirli olasan. Buyurub ki, Rabbus səməvati vəl-ardı və mə beynəhumə fə'budhu vəstəbir li-ibadətih həl tə'ləmu ləhu səmiyyə. Yerin, göyün və onlar arasında olanın Rəbbi, ona ibadət et və səbirli ol bu ibadətdə, məgər ona oxşar, ona bənzəri tanıyırsanmı? Və bəs edir ki, səbirli olmaq səbəbdir cənnətə düşməyə. Çünki cənnət çətinliklərlə əhatə olunub. Və Allah Teala vəd edib ki, səbirlə itayətində olsan, səni o cənnətə daxil edəcək.
وَجَزَاهُمْ بِمَا سَبَرُوا جَنَّاتًا وَحَرِيرًا. Səbr etdiklərinə görə Allahdan onlara cənnət və ipəkdən olan libaslar mükafat olaraq veriləcək. Və bəs edir ki, səbir etməyin ibadətində ona görə lazımdır ki, çünki Allah Taala'nın sənin etdiyi bu ticarətdə sənə verdiyi o mal, o əvəz, hansı ki bir ibadətinlə əldə etmək istəyirsən, o dəyərlidir, qiymətlidir. Buyurur ki, sallallahu aleyhi və səlləm, Ələ innə sil'atallahi qaliyyə, ələ innə sil'atallahil cənnə. Bilin, agah olun ki, Allah Taala'nın malı bahalıdır, qiymətlidir. Bilin, agah olun ki, Allah Taala'nın malı cənnətidir. Allahdan cənnətini diləyirik, razılığını diləyirik. Allahın cənnətinə razılığını qazandıran hər bir əməlləri, hər bir sözləri Allahdan istəyirik ki, Allah Taala bizi ona müvəffəq etsin. Allahdan imanımızı artırılmasını istəyirik. Allahdan dönməyən, şəkkə düşməyən iman istəyirik. Tükənməyən əbədi neymət istəyirik. Peyğəmbəri sallallahu aleyhi və səlləmlə əbədi olan ən yüksək cənnətində yoldaşlıq istəyirik. Ey Rəbbimiz, bu dünyada da bizə yaxşılıq ver, ahirətdə də bizə yaxşılıq ver. Bizi qəbr əzabından qoru. Allah Taala bizi eşidib faydalardan etsin. Ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və lisəiril musliminə min kulli zəmb fəstəğfiruhu innəhu vəl-ğafurur rahim.